Birbaşa sözüydü arzuları. Mən əmimdir bu. Dəyərli əmim. Əmim yoxdur, mən bu özümə əmim bizim şəhid Babəkin Allah rəhmət eləsin. Qasım bəyli. Bu Gör onun sənin niyyəti qəlbinə bax ha. Həsən şəhid olmamışdan, birinci hələm şəhid olmamışdan, birinci oyuna sən ikimiz tanışdığımız olub, yuxarıda Allah. Düzü? Ha. Sonra get. Oturmuşuq biz poçtun qabağında, Məşədə gedənlər. Biz mən maşınla getmişik, o yola salmışıq Məşədə. Yəni özü Oktayım da orada olmalı, bir olmuşuq. Poçtun qabağında saysmışıq. Rəhmətli. Gör hardan hara gəlib, hansı yerdən hansı məqama gəlib, ən şöhrətli məqamın indi qazanmışsan, o da sən əmi deyirsən. Elə belə sözdür qırıyor bu. Mən də o gün dinən ki, nə qədər canımda çəkdim, nə qədər yaşayırım, Allah mənə qədər versin. mən bunun yanında durmağa hazırım, canından başlayım. Və mən? Allah Teala qulaq istəyəcək. Allah Teala istəyirsə, istəyirmə, ailələrimizə, uşaqlarımıza, nəvələrimizə, nəticələrimizə, Allah bunu ömürlər versin. Allah səni də qapıyor. Onu da qapsın. Hamımızın qapsına şadlıqlar qismət elə. Heç şey demirəm. Allah şəhədə əskik eləməsin. İmam yoluna gedirsən, Peyğəmbərin yoluna gedirsən. Allah sənə bu işləri fürsət Dönərəm. Allah niyyətləri bilən Allah deyib, bizdən qabaq niyyətləri. Allah bizi o şəhidlərə görə bağışlasın. Amin. Amin. Allah mənim də qapıma bu nəvələrimə, İmam Hüseyin xatirinə, o şəhidin balalarına toy qısmət. Amin. Amin. Allah Bir də, bir də onları bir tərəfə çıxartmaqda Allah onlara güc versin. mən yəni görürəm tədbirlərdə də baxıram rəhbərlərin, bu günləri dövlət səviyyəsinə gələn rəhbərlərin hamısına mən dua edəcəm. Niyə? Onlar gənclər baxır, fəxirlənir, yeniyetmə, bizlər şəhid ailələri o tədbirdə onların olmasına fəxirlənirsiniz. Allah bütün dövlətimizi qorusun. Amin. Bizim Sabirabad rayonunun rəhbərlərini də Allah qorusun. Amin. Sağ olsunlar, şəhidə dəqər verirlər, şəhid ailələrinin həmişə öz halından xəbər olurlar. İtirmək olmaz bu haqqı. Allah Teala prezidentimizi qorusun. Bəli. Allah Teala onun yanında ona kömək olanlara kömək olsun. Allah Teala elimizi, obamızı müharibə ilə, aclıqla imtihan edir. Amin. Amin. Onları bizi qorğulamağa da istəyir rayon ictimaiyyəti, istəyir rayon rəhbərliyi, istəyir xalqımız. Onlara güc versin, qüvvə versin ki, biz firavan yaşaya bilər, o balalarımızın ruhu şad olur. Sağ olsunlar. Onları İmam Hüseyin ağına bağışlasın. Allah onların qalanlarına, əzizlərinə səbir versin. Allah bir də xalqımıza püskün götürür. Amin. İlham Əliyevin yanında olan hansı insan ki, İlham Əliyevə köməklik edir, o köməklik. Amin. Sağ olsunlar bunlar da. Bunların da böyük, yəni bunlar o nəysə təşəkkür eləmirlər. Bunların qanındadır, ürəyindədir. Bunların bəli, çəkilirlər. Bu insanlar 2020-ci ildən baxıb şəhidlərin istəyir yağışı olsun, istəyir qarı olsun, istəyir küləyi olsun, istəyir ar günəşi olsun. Bu insanlar bu şəhidlərin tədbirlərini necə böyük zəhmətləri var. Allah ömürlərini uzun eləsin, canlarını salamat eləsin, ölənlərinə rəhmət eləsin, qalanlarına şadlıqlar nəsib eləsin. Amin. Amin. Asım sağlama, bir dənə dərim var. Oktay əmi, bizim də hərə bir xidməti var da, kimisi maşını ilə, kimisi şeiri ilə, kimisi şagirdlərlə. Bizə öz əməyinizlə, bizə kameramızla xidmətini sağ olsun, Kərbəla Asım da bizi çəkir. Allah səni kömək. Çox sağ olun. Şəhid sevgisiniz, şəhədə nümunədir, vətənpərvərlik sevgisini öylərimizə görə görəcəkmişik və səndən də görmüşük. Sən də bizə vaxtıyla nələrsə bir axsaqlarsın, böyütün aşkımıza bizi səndəcək. Çox sağ olun. Bizə dəyər verməkdir. Allah sənin də canıma dəymirsin. Qalanların nəvələri səlamət eləsin, subayları və toy qismət eləsin. Canına da sağlıq versin, uzun ömürlər. Şəhidlərin başda olmağından valideynlərimiz, cəmi dünyadan gedənlərimizin ruhuna salavat.
Allahümme Bizə salli. də xidmət eləsin inşallah. Kərbəlayla bizə də xidmət eləsin. Bizi havaya çalan. Böyücağa da bizə, Böyücağa mən, Oqdəmi o yolu gedək. İnşallah o yolda bizə də Kərbalaya bizə xidmət eləsin. Amin. Bizə də inşallah o yolun müqəddəs yolu yaradan Allah qismət. İnşallah, Mən də sizə xidmət edirəm. Allah tuanıma rəhmət. Amin, amin. Hər Allah bir bizi ölənlərə rəhmət izləyən bacı qardaşlara Allahdan uzun ömür, can sağlığı, Allah gələcək günləri ilə Allah xoş günlər arzulayıram. Amin. Allah Taala şəhidlərin ruhunu bizlərdən razı eləməklə, qazilərimizə şəfa verməklə qəlblərimizi sevindirsin. Amin. Bizə baxan hər bir insanın sevincin Allah sevinç hədiyyəsini versin. Narahat olanları Allah Taala rahat eləsin. Amin. Gözəl duadır. Sağ ol. Amin. Sağ ol. Bihakkı suretin mübareketil Fatiha. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad.